evim yoxdur qalmağa, kvantirant qalıram. İndi bir sənədsiz torpağım var. İcradan gəlmişdim ki, deyim ki, mənə ev şəraiti qursunlar. Ev tiksinlər ki, uşağımı qoymağa, yəni qalmağa bir başımın üstündə damım olsun. 10 gündən çoxdur, səhər 6-dan 3-ə kimi gözləyirəm burada, hər gün gəlirəm. Qabağını da kesmişəm, özünü də görmüşəm, vaxtımı almadı. Çıxır yuxarı. İndi mən də istəyim odur ki, dövlətdən istəyim odur ki, icradan istəyim odur ki, gəlsin bizi qəbul eləsin, bizim dərdimizə şərik olsun. Bu bizim ümumiyyətlə qəbul eləmir, heç işimizə baxmır. Bir otaq istəyirəm, Allah Taala'nın qurban Allah. Villa istəmirəm, 2 mərtəbə, 3 mərtəbə ev istəmirəm. Bir otaqlı ev istəyirəm ki, uşağımla qalmağa yerim olsun. Sağlam oğlan olmuşam, idmancı olmuşam, getmişəm, xəsarət almışam. İndi hər gün o ağrılarını hər gün də üstümdə çəkirəm. Heç olmasa özüm əziyyət çəkirəm, istəmirəm uşağım əziyyət çəksin. İstəyirəm qalmağa bir yeri olsun, qalmağa bir evi olsun. Qəbul edirlərmi siz? Nə deyirlər? Heç 10 gündür gəlirəm səhər 6-dan düz axşam üstü günorta 3-ə kimi oturam, qəbul edirəm. Bir dənə qəzənfərdir, qəbul edir. Yalanlar hər gələndə bir dənə nömrə verir. Deyir get mənə zəng eləyəsən. Hər dəfə də zəng eləyirəm, deyir mən sənə tanıyıram. Bu gün icra başçısını qəbul edir. Hə, bir gün icra başçısını qəbul edir. O da ki, gözlədiyi qapının ağzından nə qəbul elədi, nə bir şey çıxdı getdi. Yəni konkret bizlə, yəni ki, insanları saymırlar. Mən oğlumla bərabər gəlmişəm ki, ona bir otaq, bir xuna versinlər ki, ailəsi yığsın, başına dolansın. Gedirik, gəlir, bax saat 10-dan at su uşaqla oturmuşuq burada. Biz nə məzələnlər qapının ağzında. İndi qəbulcan bu dəqiqə. Biz onlar uşaq deyilik, bizə beləcə oynayırlar burada. Biz onlar kimi insanıq. Bizim özün mənliyimiz var. Ondan bəlkə mənliyi yoxdur bilməm. Mən amma bir söz deyə bilərəm. Əgər mənim uşağım qəbul kömək eləməsə, ay Allah, ay Allah. Qaldır, всё, qaldır. Oy, qaldır. Gördünüz necə olur? Ay Allah. Gördünüz beraber. Suluk gəlir, o suluk gəlir bu. Skor, Amal deyil. Bak burada daş çalsın sizi. Sen ya burada sen koyun. Bu belə olur. Bak bu cür məhəlləlere qalır. Bir maşın olsun da bir dənə maşın olsun. Salam aleyküm. Sabit icraçıların arxasında. Gördünüzsə baxın halı. Bak bu vəziyyətdə yaşlı bir insan. Çünki bu vəziyyətdə verir. Aç gözümü görün. Bir daha bak. Kontuziyadan sonra böyle olur. Kesin belə olur. Onu geri çamaşır. Nefes göre, nefes al göre. Dökmən olar görməyə. Onlar mən görməyəcəm, onları görəcəm. Allah mən küfür səbir versin. Ne vaxta qədər belə olacaq? Ne olur bir daxmasız yeni bilən 130 manat az qarnının şanına verirlər. Niyə yaparsın versin kiməsə 100 manatı ki, kvartal qalır evində? 30 manat aylı dolanar. Yo dolanar sizcə? Bax sual verirəm. Mən hadisə gedmişdim 15 manat oradan burada ev yığışdım, gətirdim 15 manat aylı, həftə pul 10 ailə dolanır. Demirəm mənə villa ver, öz villalarınızdan verəsin. Bir otaq bir xuna verin də bizdə. Ayrı söz istəmirəm ki səndən. Bəs də bu cəmaatı niyə qanlı soğurursuz dəlikmi? Belə şey olur. Benim yolumdan geç qabağımdan. Geç benim qabağımdan. Məni el salasan sağda altda mən burada ya. Buradan da qardaş. Sen kimsən burada? Geç. Sen görmüşsün mü ki? Geç buradan bilirsən. Öyle yok. Öyle yok hanım bilir ya. Geç bu yana. Her hanım. Geç ben elimini geç. Mesela hanım diye. Mənə lazımdır. Geç. Sakin ol. Ben səni adam bilmişəm. Geç qırağa. Hə. Geç qırağa Hanım dedim. benim. Geç qırağa dedim sənə. Geç qırağa. Saat 7'de gelmişim, indiye kimi kaparlarım, ona bırak, hayırlı. Yazdı yazanlar Bir de tahtı. saat ondan burada, cevede gidiyor. O çöl boşaltlar bizimle beraber. Yok, bilirsen, değilsen öyle orada da. Peki bir şey bilmeyeceksin de, niye onda vazife? Deməli, sen
vəzifəni qəbul edirsən ki, pul qazanırsın. Allah baxır, göksüz bəlasını verəcək. Onlara bəla vermir də, bunlara dollar verir. Tezdən saat 6-dan buradayıq. Gəlmişik şikayətimizi bildirdik qardaş, heç kəs baxmır. Başıma yağış damır. Kanton idarəsində yaşayır. Əlildir, deyirlər əlillərə ev verirlər, köməklik göstərirlər. Heç nə verib eləmirlər qardaş. Heç nə. Gəlirsən də qəbul eləmirlər. Qəbul eləmirlər. Bizi adam yerinə qoyub saymırlar. Neçədə buradasınız? Tezdən saat 6-dan kəsirmişik qapının ağzını, heç kəsə gəlib qardaş. Müraciət edirsən, müraciətə da baxan yox. Belə dövlət prezidentimiz deyir ki, xalqın qayğısına qalır. Xalqın əziyyət vermir, xalqın yanında olub, bunlar bizim yanımızda, dadımızda döyürlər. Deyirəm, başıma yağışdır, kanton idarəsindən başıma yağış damır. Yağışın içində 5 baş külfət saxlayıram, heç kəsə baxmır. Daş döymüşəm, getsə bir torpağa daş döymüşəm ki, çəkə bir balaca kömə tikəm, girim içinə, yağışdan çıxıb, qumya çıxıb. Onu da gəlib daşımı da götürüb aparıblar, qumu da götürüb aparıblar, simin də götürüb aparıblar. Nə daşın pulun verirlər, nə simentin pulun verirlər, nə qumun pulun verirlər. Heç də verib eləmirlər. Gedir, deyir, əlin ara qəlbini qoyun, mənəm. Bedir. Sizin şikayətiniz nədir? Bizim şikayətimiz Ayıb Başkanım, oğlum Qarabağa. 9 nəfərdir, 2 otaqda. Ev məsələsi. Deyirəm ki, abala, Ayıb Başkanım, buna ev verin də, oturur da, 38-dir Sabunçu rayonu üzrə. Gör, neçə Bakının rayonu var, ha? Deməli, bir 50 ildən sonra buna növbət satacaq, qəbirstanlıqda verəcəklər. Böyle qəbirstanlıqa hamıya bu boyda yerdi, basırdılar, qutardı. Evi də oradı, yaşayışı da oradı. Belə çıxırdı. Vaxtdan gəlmişsiniz qəbula? Deyirəm, 4 ayda gəlib gedirəm bura. Baxan yox. İcra başçısı qəbul eləyib sizi? Yox, eləmir. Yaxın qoy. İcra başçısı 50 qəbul eləmir. Gəl ki, nəyi qəbul edirsin? 50 likdə gəlib kəsmişik buranın. Qəbul eləmir. Şəhid ailəsi gəldi, şəhid ailəsinə görünü qəbul eləmir. Heç kəsi qəbul eləmir. Heç kəsi adam yerinə bizi qoyub saymırlar.